Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademinin riyaziyyat üzrə təlimçisi Ramiz Alışov. Bugünkü mövzu izahımız silindrin həcmi olacaq. Biz silindrin həcmi mövzusunu izahından öncə, bir neçə dərs bundan öncə izah vermişdik. Çevrənin, dairənin daha doğrusu sahəsinin tapılması, çevrənin uzunluğunun tapılması. Silindrin həcmini taparkən bizə dairənin sahəsinin tapılması düsturu lazım olacaq. İndi isə bir silindr şəkil çəkirəm. İxtiyari bir silindr şəkil çəkirəm. Deyək ki, silindrin, H hündürlüyü deyək ki, 6 santimetrdir. Radiusunu da verək 5 santimetr. Və bizə silindrin həcmin tapılması. Həcmin düsturu, həcm V hərfi ilə işarə olunur. Biz bilirik ki, həcm V hərfi ilə işarə olunur. V bərabər pi r kvadrat vurulsun H. Bu bizim həcmimizin düsturudur. Həcmi tapmaq üçün dairənin sahəsini vururuq H hündürlüyə, tapırıq həcm. Həcmin vahidi kub metr və yaxud kub santimetr olaraq qeyd olunur. Yəni həcmin vahidi kubla işarə olunmalıdır. Bu bizim ilkin qaydalarımız. İndi isə keçirik çəkdiyimiz silindrin həcmini tapmağa. Həcmi tapmaq üçün demişdik pi r kvadrat. Pi r kvadrat biz məlum idi ki, pi r çevrənin, dairənin daha doğrusu sahəsinin tapılması idi. Biz birinci radiusu 5 santimetr verilmiş dairənin sahəsini tapacağıq. Biz də bilirik ki, pi r kvadrat, pinin ədədi qiyməti təxminən 3 götürmüşdük. R kvadratda, yəni 5-in kvadratını biz 3-ə vursaq eləyər, 5-in kvadratı eləyir 25. 25-i də 3-ə vursaq eləyər 75 santimetr, kvadrat santimetr daha doğrusu vurulsun. H-ı da bizə verib 6 santimetr. 25-i də biz 75-i də daha doğrusu 6-ya vuranda eləyəcək, demək 450 kub santimetr. Artıq biz burada həcmi tapmışıq. Mütləq şəkildə kub qeyd olunmalıdır vahid üzərində. Bu oldu silindrimizin həcminin tapılması düsturu və mövzunun izahı. Gələn dərslərdə, növbəti izahlarda görüşənədək sağ olun, salamat qalın.